Sentyabrın 29-da gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 dərəcə isti, gündüz 19-23 dərəcə isti olacaq. Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.